Salam değerli vətəndaşlar, mən siyasi bloger Elnur Əliyev. Oba marketdə fırıldaqçılıq, qiymət dəyişiklikləri, vitrində olan qiymətlərlə baxırsan ki, kassaya vurulanda qiymətlər heç biri üst-üstə düşmür. Bu hakimiyyət elə beləsinə də insanları pazdıya gedir. Belə maşennikdilər. Zəmdə olsa videoya baxın. Müdiriyyət görmür ki, burada 1.99 qəpik yazıblar. Ay qardaşlar, harda uyğundur belə bir şey? 1.99 yazıblar. Mən ora şey eləyirəm. Bu millətə belə ədalətmi olur? 1.99 2.30-a verir. Elə şey olur. Yəni Azərbaycanda görsənim, xanıma da deyirəm. Vallahi deyir ki, belə. Yəni düzgün hərəkət eləmir bu mağazin. Vağzalda yəni bu hərəkətlər yəni düzgün olmur. Oba marketdir. Valla. Oba marketdə yəni düzgün hərəkətlər olmur. Xahiş edirəm, tədbir görün. Xahiş edirəm, sizdən artıq dərəcədə cəmaatı allatmasınlar. Xahiş edirəm.